Hamıya salam. Keçən dərsimizdə biz Excel sənədinin redaksiyası ilə tanış olmuşduq. Bu dərsimizdə naviqasiya ilə tanış olacağıq. Kanallar üzrə hərəkət etmək üçün müxtəlif komandalar var. Misal üçün, klaviaturanın sıxılmış tab və yaxud sağ ox bir xana sağa keçiddir. Aşağı ox və ya enter eyni bir əməliyyatı yerinə yetirir, bir xana aşağı. Müstəqil surətdə yuxarı ox bir xana yuxarı, sol ox bir xana sola keçiddir. Kontrol və oxlardan istifadə etməklə biz diapazonun kənar sərhədləri boyunca və ya vərəqin sərhədləri boyunca hərəkət edə bilirik. Əgər biz cədvəldə və ya xanalar diapazonunda hərəkət edəcəksə, bu qeyd olunmalıdır. Məsələn, cədvəlin sütunu üzrə hərəkət edəcəksə, sütunun xanasını qeyd edirik, hansından etibarən hərəkət edəcəyik. Bu cədvəlin son xanasına, hansına ki məlumat daxil edilib, o xanaya keçid üçün kontrol sıxılır və aşağı o sıxılır. Biz görürük ki, kursor cədvəlin son məlumat daxil edilmiş xanasına, hansı sütundakı biz ilkin olaraq xananı qeyd etmişdik, keçid etdi. Burada bir şeylə diqqətinizə çatdıraq ki, kontrol aşağı oxu bir dəfə sıxanda bu cədvəlin məlumat daxil edilmiş son xanasına keçiddir. İkinci dəfə sıxanda isə vərəqin sonuncu sətrinə həmin sütun üzrə keçiddir. Cədvəlin məlumat daxil edilmiş birinci xanasına keçmək üçün qeyd edirik xananı, hansı sütun üzrə hərəkət edəcəyik. Kontrol yuxarı ox sıxılır və cədvəlin ən son məlumat daxil edilmiş birinci xanası. Burada fikir verin ki, burada bir məlumat daxil edilməmiş xana var. Demək, ilkin olaraq kontrol yuxarı ox sıxılanda ilkin olaraq bu xanaya keçid olunur. Kontrol yuxarı oxu ikinci dəfə sıxanda cədvəlin ən üst xanası qeyd olunur, hansına ki məlumat daxil edilir. Əgər Excel vərəqində hər hansı boş bir xananı qeyd etmişiksə, kontrol yuxarı və aşağı ox sıxılanda vərəqin birinci və sonuncu xanaları, kontrol yuxarı ox sıxılanda Excel vərəqinin birinci xanası həmin sütun üzrə, kontrol aşağı ox sıxılanda isə Excel vərəqinin sonuncu xanası həmin qeyd olunmuş sütun üzrə keçid olunur bu xanaya. Əgər biz vərəqdə çoxlu keçidlər etmişiksə və Excel vərəqinin əvvəlinə qayıtmaq istəyiriksə, bu zaman kontrol home düyməsi sıxılır və A1 xanası qeyd olunur. Cədvəlin sonuncu məlumat daxil edilmiş sağ xanasına, yəni itoqovu xanasına, misal üçün bu cədvəldir, bu sağ tərəfdə ən son xana itoqova, nəticə xanası adlanır. Xanaya keçmək üçün kontrol end düyməsi sıxılır. Görürük ki, sonuncu xanaya keçid olundu. Xanaların qeyd edilməsi. Biz artıq bir xananı və yaxud diapazonu qeyd edə bilirik. Gəlin smejnaya yacheyki adlanan, buna rus dilində smejnaya yacheyki deyilir, qonşu xanaların barəsində danışaq. Klaviaturanı istifadə etməklə qonşu xanaları qeyd etmək üçün shift düyməsi və oxlardan istifadə olunur. Misal üçün biz qeyd edirik hər hansı bir xananı, shift düyməsini sıxırıq, sağa oxu sıxırıq və qeyd sahəsini böyüdürük. Eyni zamanda aşağı ox sıxırıq, qeyd etdiyimiz diapazon aşağıya doğru böyüyür. Yuxarı düyməsini sıxırıq, qeyd etdiyimiz diapazon kiçilir. Sonuncu qeyd olunmuş sətrə kimi yuxarı oxu sıxırıq, artıq yuxarıya doğru diapazon genişlənir. Bu üsullardan, yəni shift və oxlardan istifadə etməklə biz yalnız qonşu xanalar qeyd edə bilirik. Lakin bu komanda bizə aralı iki xananı, yəni bir-birindən aralı olan iki xananı qeyd etməyə imkan vermir. Bunun üçün biz adi qayda diapazonu qeyd edirik. Daha sonra kontrol düyməsini sıxırıq və istədiyimiz xanaları hansını ki bu diapazona
aid etmək istəyirik, onları da qeyd edə bilərik. Diapazonun belə formada qeyd edilməsi zamanı biz hansı bir səhvliyi ilə, anlaşılmazlıqla qarşılaşa bilərik. Biz ilkin olaraq diapazonu qeyd etməmişdən öncə dərhal kontrol düyməsini sıxırıq və mausun sol düyməsi ilə diapazonumuzu qeyd edirik. Bu zaman fikir veririk ki, bizim seçmək istədiyimiz diapazondan başqa ilkin olaraq hansı xanadakı kursor dayanmışdı, yəni öncədən hansı xana qeyd olunmuşdursa, o da bu diapazona aid edildi. Bu vaxt cədvəllərdə, diaqramlarda səhvliklər yaranır. Buna diqqət yetirmək lazımdır. Əgər hər hansı bir cədvəlin bütöv sütununu seçmək istəyiriksə, o zaman mausu yaxınlaşdırırıq sütun başlığına, kursor belə bir forma alanda mausun sol düyməsi ilə sıxırıq. Vərəqin bütün sütunu qeyd olunur. Bütöv şəkildə qonşu sütunları seçmək üçün, yəni cədvəlin və yaxud vərəqin digər qonşu sütunlarını seçmək üçün biz mausdan istifadə edə bilərik. Bunun üçün kontrol düyməsini sıxırıq və kursoru qonşu xananın başlığına yaxınlaşdırırıq, sol düyməni sıxırıq və yaxud shift düyməsini sıxırıq, oxlarla qonşu sütunları da qeyd edirik. Bu qaydalar sətirlərin də qeyd olunmasına aiddir. Misal üçün, kontrol və mausun sol düyməsindən istifadə etməklə biz istədiyimiz sətrin nömrəsinin üzərində biz kontrol sıxaraq mausun sol düyməsini istədiyimiz sətrin başlığı, yəni bu nömrəsinin üzərində sıxanda bütün sətir qeyd olunur. Qonşu sətirləri qeyd etmək üçün biz shift düyməsindən və oxlardan istifadə edərək diapazon sahəsini genişləndirə bilirik. Qonşu olmayan sətirləri seçmək üçün sütunlarla olduğu kimi sətirlərdə də bu qayda eynidir. Qeyd edirik hər hansı bir sətiri, mausun sol düyməsini, daha sonra qonşu olmayan sətirləri qeyd etmək üçün kontrol sıxılır və mausun sol düyməsinə istifadə olunur. Bir şeydə nəzərinizə çatdıraq ki, bu halda qeydi götürmək, geri qaytarmaq olmur. Yəni bu qayda ilə biz əgər kontrolu sıxıb mausun sol düyməsini yenidən bu sətrin üzərində sıxırıqsa, heç bir dəyişiklik baş vermir. Faylların seçimi zamanı olan haldan fərqli olaraq burada heç bir dəyişiklik baş vermir. Yəni proses geri qayıtmır. Məcburuq ki, prosesi yenidən başlayaq. Yəni yenidən birinci sətirdən qeyd etməyə başlayaq. Vərəqdəki bütün sətir və sütunları seçmək üçün mausun sol düyməsini biz bu hissədə sıxırıq. Bütün vərəqə qeyd etmək üçün digər bir üsul Ctrl-A düymələrinin sıxılmasıdır. Bunun üçün gəlib biz kursoru boş bir listin, vərəqin boş bir xanasına qoyaq və Ctrl-A düyməsini sıxaq. Məlumat daxil edilmiş xanaya kursoru qoyub Ctrl-A sıxarıqsa, bu zaman qonşu məlumat daxil edilmiş xanalar qeyd olunur. Məsələn, biz istəyirik ki, bütün cədvəli qeyd edək. Bunun üçün kursoru qoyuruq cədvəlin hər hansı bir xanasının üzərinə, Ctrl-A sıxırıq və yalnız cədvəl qeyd olunur. Xanaların qeyd olunması ilə bağlı digər bir xüsusiyyət, Ctrl-Shift və oxlardan istifadə etməklə biz qeyd etdiyimiz xanadan başlayaraq müxtəlif istiqamətlərdə qonşu olan xanaları hansına ki məlumat daxil edilib, onları seçə bilirik. Məsələn, bizə lazımdır ki, cədvəlin, misal üçün, bizə lazımdır ki, Ctrl-Shift oxlardan istifadə etmək bizə imkan verir ki, qeyd etdiyimiz xanadan başlayaraq məlumat daxil edilmiş qonşu xanaları seçək. Məsələn, bizə lazımdır ki, cədvəlin başlıqsız, yəni bu hissə daxil olmadan məlumat daxil edilmiş xanalarını qeyd edə bilək. Biz nə edə bilərik bunun üçün? Birinci üsul, sütun başlığını qeyd edirik, mausu yaxınlaşdırırıq
sütunun başlığına sol düyməni sıxırıq. Bu zaman bütün sütun qeyd olunacaq. Digər bir üsul, mouse'la başlıqsız cədvəlin sütununu qeyd edirik. Mouse'un sol düyməsini sıxıb başlıqsız sürüşdürürük. Lazımı qədər sahəni qeyd edirik. Bu zaman da bütün xanalar qeyd olunur. Digər bir üsulla isə biz birinci xananı qeyd edib sol düymə ilə başlıq daxil olmadan Ctrl-Shift aşağı ox sıxırıq. Bu zaman yalnız məlumat daxil edilmiş xanalar qeyd olunur. Yəni bu qeyd yalnız birinci boş xanaya kimi baş verir. Yəni bu xanaya kimi baş verir bu qeyd. Biz bu zaman Ctrl-Shift-i buraxmadan oxlardan istifadə edərək diapazonu daha da genişləndirə bilərik. Yəni qonşu sütunları da qeyd edə bilərik. Bir qədər də sütunların əlavə edilməsi barəsində danışaq. Misal üçün bizə lazımdır ki, biz bu cədvəldə i sütunundan əvvəl yeni bir sütun əlavə edək. Bunun üçün biz məsələn bizə lazımdır ki, realizasiya sütundan əvvəl bir sütun əlavə edək. Misal üçün sağ düyməsi ilə sütun başlığı üzərində vururuq. Açılan kontekst menyusundan Vstavить sıxırıq. Vərəqə sətrin əlavə edilməsi də eyni qayda ilə baş verir. Kursoru yaxınlaşdırırıq. Misal üçün 3-cü sətrə sağ düyməni sıxırıq. Açılan kontekst menyusundan Vstavить, yəni yerləşdir. Sıxırıq. Yadda saxlamaq lazımdır ki, yeni yaranacaq sətir aktiv sətirdən yuxarı yaradılır. Misal üçün biz 7-ci sətirlə 6-cı sətir arasında yeni sətir yaratmaq istəyirik. Bunun üçün biz 7-ci sətirin başlığı üzərində mouse'un sağ düyməsini sıxırıq, açılan kontekst menyusundan Vstavить seçirik. Sütun yaradarkən isə, əgər biz istəyiriksə, hər hansı bir, misal üçün qiymət sətrindən əvvəl sütun yaratmaq istəyiriksə, qiymət sətrinin başlığı üzərində mouse'un sağ düyməsi sıxılır, açılan kontekst menyu siyahıdan Vstavить seçilir. Yeni yaranacaq sütun sol tərəfə əlavə olunur. Yeni yaranacaq sətir isə aktiv sətirdən yuxarı əlavə olunur. Əgər diqqət yetirsəz görərsiniz ki, biz sütun və yaxud sətir əlavə eləyəndə burada kiçik bir işarə əmələ gəlir, kistə bənzəyən bir işarə əmələ gəlir. Kursoru yaxınlaşdıranda həmin düyməyə parametr добавления açılır. Bu açılan siyahıdan əlavə olmuş sətir və sütunun bizim halda sütunun formatını öncədən təyin etməyə bizə imkan verir. Biz yeni əlavə olunmuş sətrin kənarındakı bu kist işarəsinin yanında olan kiçik oxu sıxırıq. Açılmış siyahıdan formatirovat как снизу seçirik və əlavə olunmuş yeni sətir aşağıdakı cədvəl sətirləri kimi formatlaşdırılır. Yəni aşağıdakı sətir kimi formatlaşdırılır. Vərəqə neçə sətir və ya sütun əlavə etmək istəyiriksə, o qədər sətir və sütunu qeyd etmək lazımdır. Qeyd olunub sətir və sütunlar, sətirləri qeyd edirik. Mouse'un sağ düyməsi ilə sətir başlığı üzərində sıxırıq sağ düymə ilə, Vstavить, həmin sayda sətirlər vərəqə əlavə olunur. Sətir və ya sütunları silmək üçün qeyd edirik silinəcək sətir və sütunları. Sətir və yaxud sütun başlığı üzərində mouse'un sağ düyməsi açılan siyahıdan Udalить seçilir. Beləliklə naviqasiya ilə bağlı dərsimiz sona yetdi. Növbəti dərsdə görüşərik. Sağ olun.